40-cı ölkəm Myanmara gəlmişəm. Burada Myanmarın paytaxtı Yangon şəhəridir. Gəlin buranı birlikdə gəzək. Arxamda gördüyünüzdə bu da UNESCO siyahısında olan pagodadır. Gəlin gedək görək. Pagoda yəni məbəd. Bunların ən məşhur, şəhərin ən böyük məbədi. Gəlin gedək bunu bir yerdə daha yaxından baxaq. Düyünlədik. Geyindik belə yuxlanır. Biz getdik. Bətdir. Hava həm istidir. Yağış yağdı. İndi olub ev-içəminə yağış buxarlanıb hamı bişirik. Neyse gəldik, girdik. Bunların məbədlərinə. Nə gözəldir. Həm eskalatorlar var bura. Bir neçə mərtəbə qalxırıq. Hay Allah, qalxırıq. Bağlamaq lazım. Şortik olmaz. Piliyoruz. Yəni gəzmək lazım. Ayaqqabı olmaz məbədin içərisində. Beləcə qalxırıq. Bu da həmin o pagodanın yaxından görüntüsü. Gəldik, çıxdıq. Yuxarı qalxırsan eskalator plənkəninə. Çatırsan, yuxarı sanki bir təpədə əməlbaş sahə yaradıblar. Bütün o belə mərmər yer, qızılı suda pagodanın deyək. Və belə balaca şeylər, pagodalar, məbədlər, insanlar hər yerdə yığışıb belə dua edirlər. Çox gözəldir, çox böyükdür. Mən əslində belə böyük gözləmirdim. Düz uzaqdan görsənir. Hələ ki, bunun ətrafına beləcə ona dövrə vururlar. Biz də gedirik, dövrəmizi vuraq, yaxşı dualar eləyək, yaxşı dualarımız qoy həyata keçsin.